5 il öncə 270 illik tariximizdə önəmli bir məsələyə imza atdıq. Qarabağ bölgəsindəki sivillərə də bağlı. Armeniya объявили в стране военное. As Armenia and Azerbaijan confront each other. Biz öz torpağımızda vuruşuq. Biz o yumruq ətrafında birləşərək bu qələbəni əldə elədik. Ata vəsiyyətini yerinə yetirdik. Bu meydanda Azərbaycan ordusu parad keçirdi. Qalib xalqın, qalib prezidenti. Fəxr edirik. İşğaldan azad olmuş ərazilərimizdə 60 minə yaxın vətəndaşımız işləyir, məskunlaşıb. Azərbaycanın sülh təşəbbüsləri hər yanda dəstəklənir. Biz sülh gündəmini formalaşdırmışıq, ona nail olmuşuq. Otuz il boyunca Azərbaycan xalqı işğal olunmuş torpaqlarının yükünü çiyinlərində daşıdı. 1988-1993-cü illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Ədalət sükutda, beynəlxalq hüquqsa kağız üzərində idi. Bu dağıntılar xalqımıza qarşı törədilmiş vandalizmin canlı sübutudur. Amma ötən dövrdə bütün bu xarabalıqlar içində bir həqiqət də gizlənirdi. Xalq heç vaxt inamını itirmədi. İllərlə ədalətin bərpa olunacağı günün gələcəyinə inanaraq gözlədi. Azərbaycan xalqı öz liderinə inandı və ümidini heç vaxt itirmədi. Sanki Prezident İlham Əliyev də öncədən ədalətin bərqərar olacağı günü görə bilirdi. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. 1 milyon qaçqın köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olmalıdır. Ötən dövrdə Azərbaycan dövləti bu ədalətsizliyi bitirmək üçün hər gün biraz daha artıq hazırlaşırdı. İqtisadiyyat inkişaf etdirilir, dövlətimiz beynəlxalq arenada nüfuzunu artırır, xalq-dövlət ordu birliyi gücləndirilir, ordumuz modernləşdirilirdi. ...2020-ci ilin payızında isə Ermənistan Silahlı Qüvvələri növbəti dəfə təxribata əl atdı. Prezident İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bu təxribatı bağışlamadı. Biz öz torpağımızda vuruşuruq. Bugün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr indi. Ərazi bütövlüyü Azərbaycan xalqının ən böyük arzusu idi. 44 günlük vətən müharibəsi bu arzunu gerçəkləşdirdi. Azərbaycan öz ərazilərini işğaldan azad etdi və beynəlxalq hüququn bərpasını təmin etdi. Beş il öncə 270 illik tariximizdə önəmli bir məsələyə imza atdıq və bu Qarabağımızın işğaldan azad olunması idi. Hal-hazırda olduğumuz məkanda Şuşada bayrağımız ucaldı.
Bu tarixi dövrdə ilk dəfə idi ki, biz torpaq itirmirdik. Ərazi bütövlüyümüzü təmin edirdik. 30 il müddətində biz döyüş hazırlığımızı daha da yüksəltmək üçün Cənab Prezidentin orduya ayırdığı diqqət nəticəsində bizim ordumuz inkişaf eləməyə, güclənməyə başladı. Bizim bu döyüşə cəlb eləyən bizim qisas yanğımız var idi. Və bu qisasın üstünə bir də Polad Həşimovun şəhidliyi əkləndi. Və o gün gəlib qisas üçün çox gözəl bir gün gəlib çatmışdı artıq. Cənab Prezidentimizin o dəmir yumruğu qaldırdı və biz o yumruqla ətrafında birləşərək biz bu qələbəni əldə elədik. Hansı ki 5 ildən ötən müddətdə artıq Şuşamızda olduğumuz məkanda quruculuq, abadlıq, müasir infrastruktur həyata keçirilir. Və bu, deyə bilərik ki, bizim birliyimizin, bərabərliyimizin və ən əsası ədalətin təntənəsidir. Bu zəfərdən sonra sərhədlərimizə nəzarət məsələsi önəmli idi. Axı, sərhəd keçid məntəqələri Azərbaycanın suverenliyinin sübutu, ərazi bütövlüyünün və təhlükəsizliyimizin rəmzidir. Həkəri çayının üzərinə ilk sərhəd buraxılış məntəqəsinin qurulduğu dönəmi xatırlayaq. Hələ dövlət sərhədləri tam bərpa olunmamış, dövlət suverenliyimiz təmin edilməmişdi. Bəs həmin dönəmdə nə baş verirdi? Vətən müharibəsindən sonra Qarabağ istiqamətində terrorçuların hazırlanması, orada onların müdafiə sistemi yaratması və yenidən silahların körpü üzərindən, Həkəri çayı körpü üzərindən Qarabağ istiqamətinə daşınmasının qarşısını almaq üçün artıq yenidən bir əməliyyat planı hazırlandı ki, artıq bizim üç rəngli bayrağımız həmin körpünün üzərində dalğalandı və bununla da demək olar ki, bütün ərazi bütövlüyünün təmin olunması və həm daxilə, həm də bütün sərhədlərin nəzarəti artıq biz çeviricilərin, sərhədçilərin nəzarətinə keçməsi oldu. Məhz Vətən müharibəsindəki qələbə sonradan sərhəd təhlükəsizliyinin təmin olunmasına və antiterror əməliyyatlarının həyata keçirilməsi ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması ilə nəticələndi ki, belə bir nəticəyə də son 10 illiklərdə heç bir ölkə nail olmayıb. Ötən 5 ildə ölkəmizin ərazi bütövlüyü təmin edildi. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulmasına başlanıldı. Amma dövlətin qarşısında ən ümdə vəzifə kimi dayanan bir məsələ hələ də öz həllini tapmamışdı. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirləri bizim ordumuzun gücünü bir daha hər kəsə sübut etdi. Və bununla da separatizmin kökü Qarabağımızdan tamamilə kəsilmiş oldu. Azərbaycan suverenliyini tam bərpa elədi. İrəliyə ancaq irəli dayanma. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Dövlət nəzarəti bütün ölkə ərazisində tam təmin edildi. Ali Baş Komandanımızın yüksək iradəsi, onun dönməz bir taktika ilə, sınmaz bir iradə ilə düşmənin üzərinə, öz ordusu ilə birgə yürüməsi, daim Azərbaycan naminə fasiləsiz olaraq həm ərazini diqqətdə saxlaması, həm idarə etməni tək özü həyata keçirməsi ordumuza böyük ruh yüksəkliyi verirdi ki, bu ruh yüksəkliyi də sonunda Azərbaycanın tam ərazi bütövlüyünün, suverenliyinin və sərhəd təhlükəsizliyinin təmin olunması ilə nəticələndi. Antiterror tədbirlərinin əhəmiyyətli nəticəsi əsas ondan ibarət oldu ki, biz 44 gündə qazandığımız Vətən müharibəsinin qələbəsindən sonra bizim ordumuza Cənab Ali Baş Komandanın göstərdiyi qayğı nəticəsində, diqqət nəticəsində biz daha da təlimlərimizi, məşqlərimizi davam etdirərək separatçıları buradan təmizləmək üçün mütəmadi olaraq biz təlimlərlə, məşqlərlə davam etdiririk. Lokal xarakterli antiterror əməliyyatları zamanında separatçıları bizim dədə-baba yurdumuzdan təmizləməyə nail oldu. Bu gün ərsdə ki, onun göstəricisidir ki,
Biz suverenliyimizi qazandıq. O da Cənab Ali Baş Komandanın səyi nəticəsindədir. Və bu meydanda Azərbaycan ordusu məhz parad keçirdi. Cənab Prezident isə bu tribunadan o paradı izləyirdi. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim. Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm and içmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək, biz Azərbaycan dövlət bayrağını işğal altında olan torpaqların hər bir güşəsində qaldıracağıq. Silahlı qüvvələrin parad heyətləri Azərbaycan Respublikasının dövlət bayrağı və Şuşa şəhərinə sancılan qələbənin rəmzinə çevrilmiş zəfər bayrağı altında tribunaya doğru irəliləyirlər. Bir vaxtlar viran olmuş Qarabağ və Şərqi Zəngəzur indi nəhayət tikinti meydanına çevrilib. Qısa zamanda hava limanları, yüzlərlə kilometr yollar, tunellər tikilib, enerji infrastruktur layihələri həyata keçirilib. Təbii ki, nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına səfərdən sonra 22 milyard manatdan artıq vəsait qarşıladı və 2025-ci ildə 4 milyard manatdan artıq vəsaitin bu istiqamətə yönəldilməsi nəzərdə tutulmuşdu. Artıq təbii ki, Qarabağ və Şərqi Zəngəzurda bu ilin dövlət büdcəsindən vəsaitin ayrılması da həyata keçirilməkdədir. Növbəti ildə də bütövlükdə dövlət büdcəsinin əsas prioritetlərindən biri də işğaldan azad olmuş ərazilərimizin bərpası və yenidən qurmasıdır. Ən böyük və əvəzsiz sevinç doğma yurda qayıdışdır. İllərdə əsrətdə olan insanlar bugün ata-baba torpaqlarında yeni həyat qurur. Qalib xalqın qalib prezidenti, fəxr edirik. Sizi Bəylik kəndində görmək bizim üçün şərəfdir, qürurdur. Allah sizi qorusun. Allah sizi Azərbaycanın üstündən əskik eləməsin. Çox xahiş edirik qadınların adından bizim minnətdarlığımızı Mehriban xanıma çatdırasınız. Hazırda işğaldan azad olmuş ərazilərimizdə 60 minə yaxın vətəndaşımız işləyir, məskunlaşıb. Onlardan təxminən 20 minə yaxını daimi məskunlaşan, keçmiş məcburi köçkünlərdir. Bu isə ona xəbər verir ki, bir tərəfdən həm məskunlaşan, həm də işğaldan azad olmuş ərazilərimizdə çalışan vətəndaşlarımızın sayında artımlar var. 2026-cı ilin sonunda bu rəqəm 150 minədək artacaq və praktik olaraq biz daimi olaraq hər il əvvəlkilə nisbətən artımları müşahidə edirik. Laçın şəhəri 2 nömrəli orta məktəb mənim üçün çox doğma, çox əzizdir. Çünki 1-ci sinifə bu məktəbdə qədəm qoymuşam. Təəssüflər olsun ki, 92-ci ildə 3-cü sinifdə təhsilimi burada bitirib, müəyyən səbəblərə görə biz bu məktəbdən ağlaya-ağlaya ayrılmışdıq. Biz inanırdıq ki, bir gün gələcək, biz yenidən 2 nömrəli məktəbin qapılarını açıb bu məktəbə müəllim, şagird kimi daxil olacağıq. Mən sinifdə əlatçıyam və məktəbdə
Bizə hər şey verirlər. Burada informatika kabineti, fizika kabineti, kimya kabineti də vardır. Kitabxana da hətta var. Mən məktəb üzrə də birinci yerdə olmuşam, 630 bal yığmışam. Mən bu məktəbdə yaxşı təhsil alıb, böyüyəndə burada yaşayan insanların sağlamlığını qorumaq istəyirəm. Bakıda yaşayırdım, 7-ci mikrorayonda. Bura atamla bir yerdə gəldim. Yaşayırıq, gəzirik, təbiəti gözəldir. Bura bizə doğma gəlir, öz yurdumuzdur, rahatdır. Biz işğaldan azad olunmuş zonalarımızda təkcə evləri bərpa etmirik. Burada gələcəyimizi qururuq. Bağçalarımızdan uşaq səsi gəlir, məktəblərimizdən gələcəyinin arzusunun dalca qaçan uşaqların ayaq səsi gəlir. Və bu isə Qarabağa yeni bir impuls gətirmək deməkdir. ...2024-cü ildə Laçın rayonuna köç etmişik. Bizim üçün çox qürurlu bir hissdir ki, azad torpaqlarda öz övladlarımız burada böyüyür. Bunun üçün çox sevincli və qürurluyuq. Bugün Qarabağımızda bütün sahələrdə inkişaf həyata keçirilir. Deyə bilərik ki, insan kapitalı hər işdə gətirilir, iqtisadi resurslarımız araşdırılır, yeni layihələr həyata keçirilir və bununla da Qarabağımızda iqtisadiyyatın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi başlayıb artıq. Qarabağ və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox su elektrik stansiyaları inşa edilmişdir. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücü 6000 megavata çatmalıdır. Mən 1952-ci ildə bu bizim gözəl Xankəndində anadan olmuşam. İndi bu gün hal-hazırda hələ köçümüz Ağcakənddədir. Amma biz inzibati evlər veriblər, işləyirik burada. Mən çox şadam ki, bugün bu quruluşu, bu yaşayışı, bu həyatı burada görürəm. Qızğın həyat, quruculuq işləri, tam inanmıram hətta. Dövlətimdən o qədər razıyam ki, mənə nə lazımdır, hər şeyimdən təmin edir. Sağ olsun Ali Başkomandanımız. Bilsən nə var? Mən qəlbən deyirəm onu. Qarabağ iqtisadiyyatı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayon olaraq Azərbaycan iqtisadiyyatının xüsusi rola malik olan bölgələrimizdir. İlkin qiymətləndirmələrə görə bu iki iqtisadi rayon Azərbaycan iqtisadiyyatının 10%-ni formalaşdırmaq imkanına, potensiala malikdir. Bu isə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşan infrastruktur praktik olaraq növbəti dövrdə Azərbaycan iqtisadiyyatı üçün 10 milyard manatdan artıq yeni dəyərin formalaşmasına gətirib çıxara bilər. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq. Yani daha bundan sonra daha çox inkişaf edəcək. 5 il öncə qazanılan zəfər bugün sülhlə taclanır. Əhalimiz artıq məcburi köçkün statusundan çıxır və öz ərazilərinə qayıdır, doğma yurdlara. Və nəticə etibarilə bugün ədalət bərpa olunur və deyə bilərik ki, Azərbaycanın sülh təşəbbüsləri hər yanda dəstəklənir. Azərbaycan Cənubi Qafqazda hər zaman sülhün təminatçısı kimi çıxış edib. Ermənistan-Azərbaycan münaqişəsində sülhün memarı olan ölkə prezidenti cənab İlham Əliyev əldə elədiyi qələbəni bugün diplomatik masada da möhkəmləndirir. İlk növbədə qeyd etmək lazımdır ki, ümumiyyətlə sülh gündəliyi Azərbaycan özü formalaşdırıb. Prezidentin bununla bağlı bütün çıxışlarda
yəni sülhə nail olmaq üçün səylər, sülh sazişin prinsipləri. Bu haqda Prezident İlham Əliyev tərəfindən dəfələrlə açıqlamaları verilib. Yəni biz 22-ci ilin fevral ayında 5 prinsipləri bəyan etmişik və onun əsasında da bu danışıqlar davam olunur. Avropa İttifaqı Şurasının prezidenti Charles Michel vasitəsilə müəyyən bir danışıqlar aparılmışdı. Daha sonra biz gördük ki, bunlar effektiv deyil, müdaxilələr var və bilavasitə iki ölkə bunu aparıb. Müəyyən bir mərhələyə çatdıq. Bu sonuncu da görüş Abu Dhabi'də baş vermişdi. Əmirliklərin sadəcə vasitəçiliyi yox, sadəcə bir məkan verilmişdi. ...2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan, Amerika Birləşmiş Ştatları arasında imzalanan sənəd və iki ölkə arasında sülh müqaviləsinin paraflanması regionda sülhün əsasını qoydu deyə bilərik. Sülh sazişinə nail olmaq üçün və ümumiyyətlə Cənubi Qafqazda sülhün davamlı olmaq üçün təbii ki, geosiyasi güclərin iştirakı müəyyən dərəcədə vacibdir. Və belə olan halda Vaşinqtonda sülh sazişinin paraflanması və Trumpın iştirakı ilə olan bu proses artıq müəyyən bir öhdəlik, siyasi öhdəlik yaradır. Xüsusən Ermənistan üçün. Bu baxımdan bu proses vacibdir ki, birincisi biz sülh gündəmini formalaşdırmışıq, ona nail olmuşuq. Sülh sazişi Azərbaycanın 5 prinsip əsasında inkişaf eləyib və 8 avqustda bu paraflanıb. Bu birinci. İkinci, 20-ci ildə 2-ci Qarabağ müharibəsinin nəticələri və xüsusən 23-cü ildə Azərbaycan tərəfindən aparılan antiterror əməliyyatının nəticəsi demək olar ki, avqustun 8-də həm ABŞ tərəfindən, həm bütün dünya tərəfindən qəbul olunub. 5 il ərzində Azərbaycan təkcə döyüş meydanında yox, diplomatik masada da qalib oldu. Bugün sülhə yaxınlaşmaq üçün atılan addımlar regionun sabahını müəyyənləşdirir. Bu 5 ildə yazılan tarix yalnız qələbənin deyil, həm də yenidən qurulan həyatın tarixidir. Zəfərin izi Şuşa qalasında, Xankəndi meydanında, Xocalı hava limanında, azad kəndlərimizdə yaşayır. Bu salnamə gələcək nəsillərə qalacaq ən böyük mirasdır. Azad vətən və əbədi suverenlik.